Mehriban xanım and içdirdi Cavidə ki, and içdə, Qurana əlini bas, deyilən ki, bir də daha belə pis hərəkətlər eləmərəm də. Cavid and içdi, başladı namaz qılmağa. Namaz qılmağa başladı. Sonra Mehriban xanım gördü ki, bu düz yola gəlib, namaz qılır da. Götürdü bizi pis yerdə, bir pis kvartirdə qalırdı. Evimiz çox pis yerdi də. Padvallıdı, siçov vardı orada. Nəmişlik idi. Mehriban gətirdi məni, oradan çıxardı Mehriban xanım, apardı, öz evini verdi bizə. Biz qaldıq orada kiraya, öz evi ilə verdi bizə. Sığınaq bir yerdə. Bugün günə Mehriban xanıma çox təşəkkür edirəm. Göydə Allah, yerdə Mehriban xanımla. Can sağlığı arzulayıram. Allahdan şükür olsun Allaha ki, Allah sizə yəni kömək oldu. Əsas Allah kömək oldu. Və siz yəqin ki, ana olmağa indi hazırlaşırsınız. Az vaxtda sən ana olacaqsan. Amma xoşbəxtsən. Caviddən heç şikayətin yoxdur. Yenə də öz namazını qılır. Və sizin boğazınızda danışarkən bax mane olan bax zob var. O sizə hansı yoldaşınızdan yadigar qalıb? Birincidir. Birinci yoldaşınızdan yadigar. Yəni o yadigar ki, belə dırnaq arası deyirik. Yəni o sizin verilən əzablardan qalan bir şeydir. Fikirdən çıxıldı bu. Əzab əziyyətdən. Yaxşı, demək siz indi artıq xoşbəxtsən. Və mən sənə uğurlar arzulayıram, Natavan. Allah sizi həmişə xoşbəxt eləsin. Keçək görək Cavid namazını qılır. Cavidlə danışaq söhbət.